Ata tikib, indi sən sök. Tak, başladıq. Ala. Nigar həm mən deməli, təhsil sahəsi üzrə oxumuşuq, bədii təhsil, mütəxəssisliyi. Mən bütün gün təhsillə məşğul olaram. Nigar evdə praktik olaraq gəlir. Mən nəzəriyyəsi ilə məşğul olaram, o praktikası ilə məşğul olur. Və baxdıq ki, yəni amma biz valideyn olaraq müxtəlif dilləri bilirik, müxtəlif yerlərdən oxuyuruq. Azərbaycanda minlərlə valideyn var ki, yalnız Azərbaycan dilində bilir və oxumağa da bir o qədər yerləri yoxdur. Ona görə Original content yoxdur Azərbaycan dilində bu mövzuda ona görə. Hə, və biz belə bir sayt düzəltdik. Bu sayt valideyn azdır. Yəni bu sırf valideynlər üçün yazılan, valideynlər tərəfindən valideynlər üçün yazılan bir saytdır. Bizim burada çoxlu artıq 5-6 aydır bu işi başlamışıq və düşünən bir neçə yüz məqalə yerləşdirmişik bura, müxtəlif mənbələrdən, öz təcrübəmizdən filan. Yaxşı tərəf odur ki, insanlarda maraq var, yəni orta hesabla bir məqaləni 2000-dən artıq adam oxuyur indi, yəni bu yaxşı rəqəmdir və biz də bunu çalışırıq boş vaxtımız olanda, işdən sonra gələndə, nə bilim, axşamlar boş vaxtımızda bunu uşaq yatandan sonra Həftə sonları istirahət yazaq qoyaq bura. Valideyn öz övladının birinci müəllimidir. Yəni ona görə müəllimlərdən çox gözləməkdənsə elə özün eləsin daha yaxşı olar. Mən bu məktəbdə 96-99-cu illərdə oxumuşam. Artıq təxminən 20 ilə qədərdir vaxt keçib. Yəni bu məktəbə ilk